dəqiqəlik ver də telefon Vigro oynayım, nə var? İndi yavaş düşdü. İndi yadıma düşdü deyəndə telefondan indi çıxdın da. Sərin gözü açıldı, sırası oturdun yenə telefonda, əlini gelib arasa gedirsən. Ayaqqabını geyəndən sonra adamdan telefon istəmirlər də. Of, ay Əli, söhbət nə telefondadır deyirəm, nə də ki oyundadır. Söhbət ondadır ki, sən mənə heç vaxt ayırmırsan, heç mənə diqqət göstərmirsən. Elə bir heç mən yoxam sənin həyatında. İndi mən sənə 2 dəqiqə telefonumu versəm ki, oyun oynayasan, diqqət göstərmirsən olacam sənə. Qutar da. Hayda, yenə eyni söhbət. Ki qapım var. Hara gedirsən, sən belə tələsik? İşim var da, uşaqlarla görüşəcəm. Of, iş, uşaqlar, Allah uşaqları öldürsün. Sağ olun, xoş gəldiniz. Sağ olun, qardaş, xoş gəldin. Sağ olun. Necə bir şey istəyirsiniz? Gül axtarım. Dipçəkdə güllərimiz var. Yox, o yığın. Buket istəyirsiniz? Buyurun, buketlərimiz içəridədir. İçəridədir? Bəli. Burada hazır buketlərimiz var. Hə. Və buradan da istədiyiniz formada, rəngdə yığdıra bilərik. Siz təxmini olaraq neçə yaşda bir xanım üçün istəyirsiniz? 27 yaşı var. 27 yaş. Gəlin sizə hazır buketlərimizdən məsləhət görüm. Bunlar rəngarəng buketlər var. Seçə bilərsiniz. Mən indi bunu seçsəm bunun kimisini yığasınız, yoxsa necə? Yox, bu hazırdır. Siz istədiyinizi götürə bilərsiniz. Başa düşdüm. Təzədir, çoxusu. Bəli, təzədir. Hamısı bugünkülərdir. 110 manat. Qiymət fərqi var sizin üçün? Bu da sadədir. Neçə yaxşıdır? 130 manatdır. 130. Bəli. Siz seçin, biz endirim edərik. Bizə beləsi də var. Yığdıra bilərik. Bunu yığın da bir dənə, mən gəlirəm. Yığın deyəndə neyiniz? Tamam, yaxşı. Alo. Çayçıdayım, uşaqlarla. Çayçıda uşaqlarla neyniyəcəm? Oturmuşuq, söhbət edirik də, gələcəm. Var sözün? Gələcəm də, gələcəm. Nəysə lazımdır, gələndə alım. Yaxşı. Hazırdır, qardaş. Qarşılıq hazır. Nə qədər elədi? 110 manat. Kartla ödəyim mən. Kartla? Sən götürə bilirəm, qardaş. Nədə pakkodan istifadə eləmişsiniz? O nədir, qardaş? Yeni tətbiqdir. Burada girirsiniz proqramdan, şirniyyatlardır, ətirlərdir, güllərdir seçirsiniz. Ünvana gəlməyə ehtiyac yoxdur. Pulsuz çatdırılma xidməti də var. Xəbərim yox idi, istifadə. Nə idi? Pakko? Pakko. Çox sağ ol, istifadə eləyərəm. Görüşərik. Sağ olun. Könül, mən axşama hazıram. Görüşərik. Əli, çıx da telefondan, biraz da mənlə maraqlan. O çoxdan qalıb, ona görə silməyiblər. Yəni yadlarından çıxıb ara qarışıb silməyiblər, silərlər. Nə? Bir çıx da telefondan da, bir soruş da gör necəyəm, nə edirəm. Necəsən? Yaxşıyam, sən necəsən? Dur da, dur əynini dəyişdir, çöp paltarında oturmuşsan bayaqdan. Uşaqlarla görüşəcəm. Hayda, yenə uşaqlar. Bezmədin sən? Biz normal ər-arvad kimi oturub bir yarım saat üz-üzə göz-gözə çayımızı içə biləcəyik. Hayda, canım qutardı yenə. Ver oynayım da biraz ekran, səhər də vermədin. Yaxşı. Nə yaxşı, ver də. Yaxşı da, bax, 8 dənə gedişim qalıb, onu qutarıb verirəm də. Sən nəsə gizlədən oxşursan, o telefonda bilirsən? Belə sayğamazlıq olar, söz deyirəm sənə. Nə gizlədirsən o telefonda, niyə vermirsən ki mənə? Bəsdir. Nə bəsdir, ver bura görüm. İndi taparam, görüm mən nə var orada. Telefonu qaytar. Bir dəqiqə görüm, tapacam indi. Qaytar o telefonu. Yoxsa sən niyə gizlədirsən telefonu? Niyə belə narahat oldun ki, telefonu götürən kimi? Nəsə var, əznaşdı orada. Narahat olmadın, uşağım zadın da əlimdən telefonu. Telefonu ver. Uşağım deyil, sən həyat yoldaşımsan. Niyə telefonunu gizlədirsən məndən? Zəng gəl, telefonu verəsən. Niyə bu elədi? Danışmaq istəmirəm. Niyə danışmaq istəmirsən ki? Orxan kim idi ki?
İş yoldaşımızla da danışmaq istəmirəm. Niyə danışmaq istəmirsən də? Nə var ki? İş yoldaşınsa işlə bağlıdır. Aç gör nə deyir. Sənin yanında danışmaq istəmirəm. Nə var ki burada? Ha, mənim yanımda danışanda nə olur ki? Basım gözünü çıxaracaq. Allah bilir hansı evindən yəsiz adını Orxan yazmısan. Ver görüm bura görüm hansı Orxandır. Nə istəyir o səndən? Ver bura telefon. Görüm adını nə yazmısan? Göz axır evə tapacağam da o kim? Hə deyirəm ver bura da telefon. Nə edirsən eşşək? Necə yəni nə baş verir? Necə yəni nə baş verir? Sən hələ də başa düşmürsən də məni. Kim idi o evindən yiyəsiz? Mən niyə ona görə evində söz söhbət olmalıdır? Aç qapını verin bax da telefon. Lazım deyil mənə sənin o sildiyin mesajlar. Vaxtında verərdin də telefonu. Nə gizlədirdin ki sən orada? Valla səbəbsiz yerə qısqanclıq edirsən sən. Səbəbsiz? Mən bütün gün səni gözləyirəm. Bütün gün gözləyirəm ki, sən gələsən, oturum sənlə nəsə söhbət eləyim, nəsə maraqlı bir şey olsun, bölüşək, dərdləşək. Sən seçməyə vecib olmuşsun, heç görmürsən məni, nə bileyim, mən yoxam həyatında. Düz bir saata mənim ad günüm olacaq idi, bir saata. Dözdün normal hədiyyə aldın mənə, nəsə sürpriz elədin, normal insanlar kimi bir planlaşdıra da bir heç nəyi. Dağıtdın sən bu ailəni. Mən bu ailəni ayaqda tutmağa çalışdıqca sən hər dəfə bir bəhanə sardın. Ay bala elə deyil də aç. Prosta başqa verə bilmirəm də nəysə də biraz döz də. Kimlə görüşəcək? Nə sən vəbşə? Dostlarındır yoxsa o küçədə qalmış kimsə? Get görüşlər, rədd olma başımdan. Qoy özümə gəlin. Rədd ol hə? Həri, rədd ol buradan. Alo. Hə qardaş, həmin yolla düppədüz gəlirsən, qabaqda svetofor var. Svetofordan girdin içəri, aptek var. Aptekin yanında birinci blok. Yaxşı. Əlimizdə, dilimizdə görünməz qıfıllar var. Üzlərdə yılıq təbəssüm, ürəkdə buzlaşmış qar. Beynimiz Əlisiz. Larda dar, biraz utansaq susarıq, digər ki çəkirik car. Nəyə təəccüb, nəyə heyran. Çox ödəniş olub. Nəfəs kəsir həyatlar. Çox sağ olun. Sağ olun. Deyəsən çox uzanır yol və sonda yoxdur işıq. Nə bitir qış soyuqları, nə gəlir isti bahar. Qəfil gün doğsa bir gecə, dünya qəfil işıqlansa, şəhər şəhər, küçə küçə, otaq otaq işıqlansa, qəfil gün doğsa bir gecə, dünya dumaq işıqlansa, şəhər şəhər, küçə küçə, otaq otaq işıqlansa, görərik kimlərin əli, kimlərin cibindən çıxır, kimlər əylə əylə, kimlərin evindən çıxır. Kamalın da... Hə, bilirəm Kamil. Kamal Nərgizə yazanda gördüm, yanındaydım. Sən də gəlməyə dalaşdıq biz. Əziyyət çəkmə.
Hə, Kamil. Dalaşdıq da, bizi bilmirsən. Çıxmısan? Çıxmısan lap yaxşı, gəl görüşək. İşim var. Hədiyyə verəcəm sənə. Kamil, deyirəm işim var da, hədiyyə verəcəm. Heç hədiyyə verməyəcəm, yaxşı işim var səndən. Mən yaxşı bilirəm nə danışıram, mənə danışmaq öyrətmə. Deyirəm gəlirsən, yoxsa yox, işim var da səndən, könül. İldə bir dəfə bir şey istəyirəm səndən. Yaxşı, gəlirəm ora. Hə. Yaxşı, Kamal, bu da sənin bacın. Çətindir bağırmaq bu qədər səs-küyün içində. Gərəkdir hər bir şeyə təqdimat və fərqli biçimdə. O qədər sadədir hər şey, o qədər gözdən düşmüş sözləri, sətirləri çıxmadan boğuram içimdə. Kürəyi balta yeməyən bilməz ki bel ağrısın. Yalana tuş gəlməyən bilməz ki yel ağrısın. Nə qədər mən sevənik biz, nə qədər məndən uzaq. Mənə nə ağrımıram. Əsərsən? Yaxşıyam, sən necəsən? Sağ ol, çox gözlətmədim. Yo, mən də elə təzə gəlmişəm. Nəsə üzündən elə belə dalaşana oxşamırsan. Həmişəki bizik də. Nəsə ciddi bir şey olur? Yox, ciddi bir şey deyil. Çox elə belə şey. Mən çox çalışdım, amma xeyri yoxdur. Bilsən, Nərgiz... Nəinki Nərgiz? Bu dəqiqə yer üzündə heç kim bilmir nə istəyir. Amma bəzən bilir. Çatmaqda çətinlik çəkir. Ya da heç vaxt çata bilmir. Elə həmişə uzaqdan baxa-baxa qalır. Mən səni başa salamıram. Dilim də gəlmir, elmi. Nərgizə nə qədər diqqət göstərirəmsə göstərim. Nərgiz marağı elə bir an başqa yerlərdə axtarır. Ağzıva gələn niyə danışırsan öz həyat yoldaşın haqqında? Mən danışmıram. Mən səni görməyə gəlmişəm, sən onunla danışım. Dalaşdız verə bilmədin, hə? Yox. O nə deyə sözündə? Əslində mən səndən ona görə soruşurdum ki, hansı ətiri xoşlayırsan, sənə hədiyyə eləmək istəyirəm. Mən bunu çox xəyal eləmişəm. Amma bu cür yox. Nə deyirsən? Heç nə. Nə deyirsən sən? Heç nə də, boş ver. Ay bala, nə deyirsən sən? Nəyə xəyal eləmişdin? Səni. Səni Əli. Sənin məni sevməyini. Mənə belə hədiyyələr almağını. Mənə qayğı göstərməyini. Amma eşidəndə ki, sən Nərgizi sevirsən, bütün hisslərimi boğdum, içimə atdım. Ona görə ki, sizin xoşbəxtliyinizə mane olmuyor. Amma sən Nərgizi seçdin. Özün elədin bu seçimi. İndi gəlib onun haqqında ağzına gələni danışırsan. Mənə. Əli, bir də mənə Nərgiz haqqında pis heçinə danışma. O çox yaxşı qızdır. Çox da fərasətlidir. Çox da yaxşı adama qismət olub. Ya da özünü qismət edib. Sən bu nə hərəkətlərdir ki, indi sən verirsən? Nə demək istəyirsən? Yəni sən Bunu elədir verməyə məni? çağırmışdın məni bura, düzdür? Artıq əsli danışma. Dur gedək. Kim hesabı verir istəyirsən?
Yatmamısın? Yatana oxşuyuram. Yox hələ. Mən bugün çox fikirləşdim. Nə haqqda? Sən, mən, Sən, mən nə? başımıza gələnlər. Yəqin ki, elədiyin səhvin fərqindəsən də. Səhvimi? Nəqiz. Mən bu gecə divanda yatacağım. Nə etmək istəyirsən? Divanda yatmaq istəyirəm. Yatmaq istəyirsən, o divan odasan. Get yat. Gecən xeyir olsun. Xeyrə qoş. O, Ali, necəsən? Xəbər nə yox? Sənə qəzəbi. Şükür, salamatsız. Neysən, harlardasan, görsənmirsən? Mən deyib. Oğlum, nəsə bir təhər gəlirsən. Keçsin. Bir təhər görsən, sənin bir keyfin yoxdur, nə olur? Ya, yaxşıyam, çox sağ ol. Ne bir paramın yoxdur mu? Amma yaxı işdə balaca problemlər, müdür bir tərəfdən sıxır. Hər şey, işdə hamıda problem olur. Sən işi vermək çox şey gəlsən. Sən axşam oturaq uşaqlarla, bəs keyfini açılsın. Kamal da saxıraq qaqraz. Kamalın ya, Kamalla danışırsınız, Kamalın danışırsınız. Yox, nə danışdın? Prosta sənin aran yaxşı deyə, dostun deyə. Hara getmirsən, gətirmirsən yanında. Məsələn, indi gördüm prosta deyə, qızla görüşür gedirəm. Onun üçün deyirəm ki, qaqraz o da gəlsin. Nə qız olur? Nə bilim nə qız, dayı demədim nə qız. Bir bəs kafetimə gedirəm, qızla görüşəcəm. Əhməddə çox. Hadi, hə. Heç nə. Nə oldu? Danışarıq. Hara? Danışarıq da. Hoş oldu. Sağ ol. Ne oldu öyle? Öyle bir ciddi baba. Kamal nətərsən? Sağ ol, yaxşıyam. Sən nə edirsən? Yaxşı olasan. Gör nə deyirəm. Bu o gün Nərgizin ad günü dalaşdıq axı ad günü keçirtmədik. Deyirəm ki, indi bu yaxın adamları da deyirəm, gəlsin, yəni sənsən. Könüldür, gəlin bir keyfi açılsın da ad günü keçir. Özümüz üçün oturaq. Barışmısınız siz? Barışdınız deyəndə ki, ailət də olur da söz-söhbət. Heç nə düz deyirsən, gələk oturaq. Hə, heç nə. Onda könülə xəbər elə, ikiniz də gəlin də. Gözləyirəm ha, bax. Heç nə, mən sənə zəng edərəm ya da yazarım. Yaxşı. Yaxşı, qardaşım. Görüşərik. Qalın. Get bəzən ay qız. Kamal gələcək birazdan. Başa düşmədim. Könüllü. Nəyə gəlirlər? Ad günü qeyd eləyənmədik də onu qeyd eləyəcəyik. Yox, bunu indi deyirlər bəs. Onlara da indi demişəm də Kamalla indi danışdım. Mən necə hazırlayacağam bəs süfrəni? Nə bişirəcəm? Şükür də hələ vaxtım var. Dəhşətsən sən. Özüm hazırlaşım indi yoxsa süfrəni hazırlayım, bilmirəm nə edeyim. Məncə süfrəni açıq, özünü bəzəməsən də olur. Sənə ərə vermirik ki, uşaqlar da gələcək oturacaq.
Nə güz mən marketə gedirəm. Evə də nəsə lazımdırsa alım denən. Marketə. Birazdan gedərsən də, onsuz da zibillər də yığılacaq indi nə qədər. Kakraz yolun üstüdür, atarsan onda. Yaxşı, tez elə biraz. Tez elə deyəndə gözdə də nə olub? Əli. Əli. Əli, dur get də marketə, yol üstü zibillərə at. Kinoya baxıram. Nə kinoya baxıram, ayaq üstündə yatırsan, dur da. Ay bala, qonaqlar gələcək indi, dur görüm. Dur get, nə alınasıdırsa al, xırda-mırda bir şey, at zibilləri də gəl. Budur zibil. Səhərdən buna görə gözləyirəm mən. Yox, bilməmişdim. Bütün evinin zibilini bir günə buna sığışdıracaqdım. Dur dayı, budur, dolanımız budur, dur. Dur, tez get, gəl, süfrəni də hazırlayaq da, dur. Başım xarabdır sən, neyirsən? Zarafat edirəm. Belə zarafat olur, öldürmüşdün məni. Kişi sənəysən, kişi ölümdən qorxur. Hara getsən? Marketə gedirdim, bir yolda gördüm ki, kaşlapım yoxdur. Buradaymış o da. Heç nə. Otur gedək gələm. Yox, sən get. Yox, şuriş. Mən getdim də yəqin Nərgizlə işimiz zadız var, deyil mi? Sən nə danışırsan? Niyə sən burada durub? Otur da otur, otur. Otur gedək. Ne oldu, niyə narahatsın? Narahat deyiləm. Narahatsın? Narahat deyiləm də, hər şey yaxşıdır. Yox, özü bir sən də tərəf aparsan. Elə bir ki, sevgilimə mesaj yazmaqsan, amma atan yanındadır, qorxursan. Hayır, cəhənnəm oldu, ağzıma gələn danışma. Yaz da. Maşını sür. Çıxart da. Həli maşını sür də. Abi sən kişi kimi tanımışıq həmişə. Tom ne? Kişi sən nəsən? Doy. Çıxart yaz. Bilmir sənə nə danışırsan. Keyfin yoxdur. Elə bir ki, kimsə keyfi içinə soğan doğurur. Sən doğruyursan da, indi maşını sür. Keyfim yaxşıdır, narahat olma. Şəxsi həyatında nə var, nə yox? Hər şey yaxşıdır. Səndə nə təhər? Yaxşıdır. Qapını aç da, qonaq qaldı qapının qabağında. Aşkına, Gəl, xoş gəlmişsən. Niyə görüşmüsən? hoş gəlmişsiniz. Geçən Keçin bu. içəri. Eyni vaxta çatdıq. Heç nə day, keçin. Kim elə də demə. Eləyim də. Çox gec gəlmədin? Yox, gəl, indi salmış. Xoş gəldin. Xoş gəldin. Xoş gəldin Kəndil. Xoş gəldin. Xoş gəlmişsən. Şeydən almışam da. Gəncin molda elə birinci mərtəbədə böyük dükan var. Bax getdim oradan aldım. Qəşəng də rəngi. Uşaqlar, mən bir sağlıq demək istəyirəm. Mən bizim mehriban olduğumuzu bilirdim. Amma bu qədər mehriban olduğumuzu bilmirdim. Nə bilim, ətrafdan 1000 dənə şey eşitdik. Samiri tanıyırdın sən, güləşçi Samir.
Səndən eşitmişəm. Samir adında bir tanış uşaq var. Evinə gəlib gedən dostu bunun arvadına göz tikib. Sonradan bilib. Və dostu cəhənnəm. Bu arvadı qancıqda, siz də məni bağışlayın. Onunla yazışırmış. Əlaqəsi var imiş. Ay şərəfsiz, ay cındır. Boşan, get nə pox yeyirsən ye də. Sənə kim nə deyəcək? Oğlan nə var ki, oğlan 2 günlük istəyirsən, nə desən deyəcək. Yalandan sevirəm də deyəcək, hər şeyi də deyəcək. Oğlanın da tərəfini tutmuram. Kişinin fahişəsi qadın fahişəsindən betərdir. Nəysə, sözümü nəyə gətirirəm? Yaxşı ki, biz belə şeylərdən uzaq, yaxşı ki, biz mehribanıq. Bizim mehribansılığımızın şərəfinə. Qaldırın. Danışın da. Nə olub? Hə? Nə olub? Heç nə. Rəfiqəmin uşağı xərçəngi olub, onu paylaşıblar, yardım toplayırlar. Hansı proqram? Sən tanımırsan, uzaq tanışdı. Allah kömək olsun. Sağ ol. Bax, gör necə şirin uşaqdır. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm hər zülmə səadət görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm hər zülmə səadət görmədim ki, görmədim. Hər gün daha çox tarıma çəkilir həyat bağlarım. Çətinə düşməmiş görünmür heç kimin üçüzü və daha çox. Bax, gör necə şirin uşaqdır. Adam gör ailəsi üçün nəyə dələlləşdi, vuruşdu. Bütün gün eşşək balası kimi işləyirdi. Nə qazanırdı, gətirib hamısını arvadına verirdi. Evdən çölə çıxanda pulu arvadından götürüb çıxırdı. Qıraqdan da baxırdın ki, normal ailədir, arvadlı uşaq böyle. Aha. Nə aha? Samir indi elə sınıb ki, hələ-mələ özünə gələ bilməz oldu. Allah kömək olsun. Samir yaxşı uşaqdır. Ürəyi təmizdir. Amma Samir indi içəridədir. Başqa necə olmalıdır? Necə olmalıdır? Arvadı şərəfsizlik edib, dostu oğraşlıq edib. Samir niyə içəridədir? Ətrafındakılar cındır deyə Samir içəridə olmalıdır. Biz sən niyə içəridədir? Çünki bizim kimilər o qaqaşı vurmasaydı onu peysər deyəcəkdilər. Sən nə düşmüsən bu söhbətə sunma qədər? Samir peysər çıxartmazsın, hə? O Samir niyə peysər çıxartmazsın? Başın xarabdır. Dostum, mən özümün bu sualın cavabı maraqlıdır. Hansı sual? Rəşad, bir kəlmə. Hər arvadı xəyanət edən peysər deyil, yoxsa yox. Bu nə söhbət deyilsən? Başqa söhbət tapmalı verəməyə.
Kamalla Nərgiz danışım. Necə? Danışırlar da. Belə şey zarafat deyil, cizbə əsər. Əgər düzdürsə, Onların ağzına elə pox yığacam ki, ömür boyu poxunda da onların ağzından getməyəcək. elə özünə gəl, dil vurub eləyərsən, ya da özün mənə Samirin nömrəni göstərsən ki, bu hərəkətlər elədi. Sənə lazımdır bu. Boşanın getsin, heç kim sənə tezsə gözündən baxmayacaq. Necə ya bu? Qardaşım bir yerdə nə edəcək? Evini gəlib getdin, dostunun arvadan girişmək nə deməkdir olar? Necə, nə olub? Bunların əməl üçün münasibəti var. Bilmirəm. Mən təkcə mesaj vermişdim. Gör, nə mənası var ki? Kamalın əli dəyməyibsə, Nərgizə bağışlayacam mən Nərgizə. Getdim demə. Hara? İşim var. Nə işin? Başımı dincəldirəm belə. Başını dincəldirsən. Lazımdır sənə başını dincəltmək. Get. Problem var, nə gizlənsən? Yox, heç nə olacaq? Əsas başda da dincəlməlidir. Alo, hardasan sən? Nə olub, yox, deyirəm, hardasan sən? Özünü belə indicə artisti eləmədin mənim üçün. Bax, mən özümdən çıxmamış, mənə doğru düzgün şəkildə başa salırsan ki, o qız dünənki kim idi? O sənə nə atdırırdı orada? Mən bilmirəm, sən orada nə azarın var idi? Kamal, sənə 5 dəqiqə vaxt verirəm ki, aşağıda olursan parkda. Mən əsəbi zat deyiləm, yox, mən çox gözəl, çox relaksa. Mən söhbət eləyərik, keçib gedəcək, nə var ki mənim halımda? Heç nə yoxdur, sakitəm mən, narahat olma. Rədd ol, çıx oradan, 5 dəqiqə aşağıda ol. Ay bala, elə qaçsan, elə bir dalınca düşən var. Hə, nədir? Nə düşmüsən yenə dalımca? Dalımca düşmüsən, mən hardan bilirdim sən buradasan? Özün dedin ki, parkdayım da, gəl. Yaxşı, denən görüm nə olub, nə məsələdir? Keçən dəfə dedin, səhv başa düşmək, nə bilim, nə. Mən də fikirləşdim, belə də öz səhvimi başa düşürəm. Gec də olsa başa düşmüşəm də, yəni bu ziyanın da yarısından qayıtmaq elə bir ki, xeyirdir. Əli, çox fəlsəfi danışdın, Qısa danış, görüm nə olur? Mən əgər Nərgizlə boşansam, hansı ki boşanmağı da fikirləşirəm də, bizim aramızda gələcəkdə nəsə ola bilər. Sən nə danışırsan? Yəni deyirəm, Nərgizlə boşansam evlənərsən mənimlə. Mən Nərgizin artıqına qalmamışam. Yaxşı. Əli, bax mən səni başa düşürəm. Amma bu düzgün deyil axı. Nərgiz gedir, onun da yeri boş qalır. Sən də onun yerinə məni qoymaq istəyirsən, hə? Mən də Nərgizi vəzifədən azad eləmirəm, nə sənə vəzifə vermirəm, yerinə qoyursan məni. Yox, dedim yaxşı da, səsimi kəsdim, dava eləmirəm ki, davaya nəyə çevirirsin? Dedim yaxşı da, başa düşdüm. Yaxşı, neysə, söhbətin qutarırsa getməliyəm. Hara geyirsən ki? Görüşüm var rəfiqəmlə. Yox, gedəcəydinsə, mənə nə çağırırdın ki, buradayım? Yaxşı da, yaxşı, sağ ol. Abla, hara geyirsən, cəmaat bizə baxıyor. Nərgiz, Hardasan sən? Niyə gecikirsən? çağırdım parka gəlmişəm, oradan da zəng edirsən ki, gəl bura.
İşlərim var idi mənim, ona görə yetişdim. İşlərin var idi, hə? Çox maraqlıdır Kamal. O hansı işlərdir elə? O işlərdir ki, hansı ki 7/24 sənin əhatəndədir. O hansı ki işlərdir ki, sənə toxunursan, qucağında oturursan, 7/24 yanındadır, hə? Nə güzələ deyil. Necədir bəs, hə? Necədir? Bax mənə başa sal görüm. Bir dənə mənə başa sal, burada sən nə edirdin? Bu kimdir? Nədir də bu başa sal da bunu izah edə bilərsən mənə? Hə. Ay qız, bu süni intellektdir. Görmürsən süni intellektlə düzəldiblər. Nədir süni intellekt? Nə yaxşı süni intellekt var. Olmasa nə edəcəkdin? Onda belə çıxır ki, Kamal sən şər atırlar. Ya heç bir günahın yox imiş. Sənə düpbədüz günah və şər atırlar da Ay sənin. qız, sən başa düşmürsən, bizim münasibəti kimsə bilir. Əli desəncə? Yox, Əli ola bilməz. Çünki bu şəkil sənə gələndə Əli bizlə oturmuşdu. Həm də Əli bilsə, Hə, Əli bizə kimizə boğub öldürərdi. Əli pok deyil bizi boğulurdu. Narahat olma, mən Əli eləyəcəm. Bəs də sənlə boş-boş danışma. Tox deyir, mən həll eləyərəm, qorxma, mən buradayam. Sən heç nəyi də həll eləyə bilmirsən, başa düşürsən? Sən bir şeyi yaradırmısan. Mənə bax, bəlkə polisə verəsən. Başı xarabdır sənin. Polisə nə deyim? Gedim deyim ki, ay polis qardaş, mən ərimə xəyanət elədiyim oğlanın sevgilisindən restoranda şəkilini atıblar mənə. Baxın görün bunu kim atıb, nə edib mənə? Hə? Yenə qız deyir, yenə şəkil deyir. Başa düşmürsən, o süni intellektdir. Nə oldu? Yaxşı da artistlik eləmədən nə oldu? Dedim həll eləyəcəyik də, nəyə lazımdır bu artistlik? Pis oldu, hə, nə oldu, hə? Tamam, sən heç nə həll edən deyilsən. Rədd ol get. Alo. Alo, Kamal mənə SMS gəlib indi. Yazıblar ki, sabah saat 2-yə kimi əgər 10.000 manata çatdırmasaq, Ali hər şeyi danışacaq. Nə danışırsan, sən 10.000 nədir? Bilmirəm kim yazıb, gizli nömrədir, amma bu kimdirsə 100% bizi dəqiq tanıyır. Bu kimdirsə bizi ələ keçirdi, bizi izləyir. Mən də onu deyirəm də, mən nə deyirəm, kimsə bizi addım-baddım izləyir, hər şeyimizdən də xəbəri var. Gözlə, sən bir dənə sakit ol, mən nəsə fikirləşəcəm. Necə sakit olum mən? Necə sakit olum? Vəziyyətin ciddiyyətinin fərqindəsən sən? Xəbərin var, hər şey açıb desən nə olacaq? Səndə nə qədər var? Məndə 3000 var. Məndə heç o 3000 də yoxdur. Mən çox pisəm. Mən vəziyyətin sonunu fikirləşəndə dəli oluram. Sən bilirsən bu nə deməkdir? Hər şeyi biləcək, hər şeyi biləcək Əli. Biz heç bunları eləməməliydik. Biz bu yola girməməliydik. Çox problem olacaq, çox şeylər olacaq. Mən həll eləyəcəm, narahat olma. Kamal nə olar? Qurban olum. Hardan tapırsan tap, onun pulu tap, həll elə də bu məsələ. Nə olar? Narahat olma. Nə oldu? Kimdən danışırsan bu qədər? Biraz problem var. Nə problem? Mən bibim oğlu var idi, Elçin. O təcili əməliyyat olmalıdır. Olmasa Allah uzaq eləsin. Ölə bilər. Pul lazımdır əməliyyat olmağa. Nə qədər? 10.000. Oyda, Allah kömək olsun. Məndə 200 var. Bilmirəm nə qədər köməyin var yoxsa. Yox, 200 manatla nə edəcəyik? 200 manat heç nə edə bilməz. Sənə nə vaxt lazımdır? Bu günə. Oyda. Bir həftə falan olsaydı, sonra da uşaqlardan xəbərləşərdik, bir şey tapardı. Yox, bir həftə gecdir.
ya. Alo. Neynədin, həll elədin məsələni? Nə olub ki, nədir? Dolamısan məni sən? Bir saat 2 pul çatmalı deyə. Heç nə, telefonla danışıram. Deyirəm ki, sənə saat 2 pul çatdırmalıyıq. Mən niyə bu saat burada bu həyəcanı keçirtməliyəm? Necə yer tapmadım? Sən yerin göyün dibindən də olsa pul tapmalısan. Başa düşürsən, bu nə deməkdir? Başa düşürsən, pox-poxa qarışacaq Kamal. Nə deyirsən? Dedim axı telefonla danışıram. Sən kişi olsaydın bugünkü gündə mən bu həyəcanı, bu stresi keçirtməzdim. Dünəndən yerin dibindən də olsa o pulu axtarıb tapmalıydın hər yerdən. Başa düşürsəz? Necə tapım? Hardan tapım düz deyirsən? Düz deyirsən, mən fikirləşməliyəm. Mən özümə günahlamalıyam. Sən kimsən ki, günah məndə deyə səni kişi yerinə qoymuşam. Başa düşürsən? Sən kişi olsaydın, gör kimə nə söz deyirəm. Rədd ol burdan. Mən başqa ütülü şalvarım yoxdur, bir həftədir bundan gəzirəm. Gedirsən karasa? Yox, gəlmişəm belə sənə moda göstərməyə. Necədir? Görürsən, gedirəm. Başqa şalvarım var, amma ütülü indi bunu 2 dəqiqə ütülüyürəm. Ütülüyüm geyin. İndiyə qalıb da bunu ütüləməkdə. Mən evdən çıxana, hə? İndi vaxtım oldu da. İndi vaxt oldu. Ölürsən də məni harasa gecikdirmək üçün. Gəl qapımı al. Ya da gəlmə, özüm bağlayıram. Padruqamı gözləyirəm. Nə padruqası oldu? Yürüyüş eləyəcəkdik də. Gözləyirəm padruqamı. Gəlsin. Mən niyə xəbərim yoxdur? Ani oldu da ona görə. İndi hanı o ani yürüyüş qərarı verən padruqa? Ani gəlmədi, bura gecikdi, ya nə oldu? Əli uşaqlı adamdır da 5-10 dəqiqə gecikib gələr yəqin. Zəng elə də. Götürmür də ona görə. Necə götürmür? Sən nə vaxt buradasan? Sən buz kimisən? 15-20 dəqiqə olar. Dur gedək gəzişək, gələndə zəng eləyək. Yox, nəsə işiniz olar sizin yəqin. Yox, nə işimiz falan yoxdur. Dur gedək bizlə. Otur gəl. 5 dəqiqə gələr də narahat olmayın. Ay bala, əlində telefon yoxdur, gələndə zəng eləyəcək də adamın əsəbləri ilə oynayırsan. Yıxmayıb da, dur.
sən deyirəm, eyni maşından dostumda da var. Çox qəşəng maşındır, çox tərifləyirəm. Hadi qutar da dirəmi sənə bir dənə maşın tapır. Allah'ın olsun akşam geleceğim evden pul götüreceğim, seninle gel o maşına bakalım. Lap geriyə baxaq. Ama olmasa o maşında şey. Sen diyen ki. Ne oldu? Buna bak ha. Hala bunu görmüşəm, sənə təmədim. Çoxdan videosu. Ha. Gör nə deyirəm, bayaq Rəşad maşın deyirdi, ucuz. Mən onu almaq istəyirəm. İstəyirəm alım satım, 3-4 günə pul eləyək də qəşəng, əlimizdə 5-6 min olsun. Prosta indi əlimdə pul yoxdur. Sənin qızılları aparıb lambarda qoyub, şey desəm olar da evim, pul götürsən. Ney? Qaytaracam da 3-4 gün. Nə oldu? Cavab verdim, manyak. Qızıllara nə deyir? Qızıllar qaytaracam, əli narahat olma. Yox, hardadır ki sən o qızılları qaytarsan? Podruqamın uşağı var idi, xəstə idi, əməliyyat olunmalı idi. Bax, onun əməliyyatına görə pul lazım idi, ona vermişəm. Amma qaytaracam, valla narahat olma. Mən podruqa zat xəbərim yoxdur. Dedim belə bir şey var, dedim tanımırsan. İndi kimdə o tanımadığım adama 20 min pul çıxıb bizim evdən? Həqiqətən də tanımırsan da sən, yəni tanısaydın deyərdim tanıyırsan. İndi uşaq da pis vəziyyətdə idi də, yəni təcili lazım. Başa düşdüm səni. Mən deyirəm ki, 20 minlik qızıl yoxa çıxıb evdən və buna sənin podruqan qərar verib ki, bu evdən bu pul çıxmalıdır yoxsa yox. Mən sənə artıq söz demirəm ki, deyirəm göstər də podruqanı. Podruqamı göstərim? Yox, uşağın göstər. Uşağı... Podruqanı nə edirəm sənə? Peripiskanı silmişəm axı, indi necə göstərim? Deyim, təzdən aç. Necə təzdən atsın? Pulu vermişəm əməliyyatdan uşaq, indi deyim ki, əməliyyatdan şəkil at mənə. Əməliyyatdan qabaq ki. Nə istəyirsən sən? Nə etməyə çalışırsan? Niyə imkan vermirsən yaşayım? Hə? Bu nə hərəkətdə özdə evdə siqaret çəkirsən sən? Bu evdə o qədər giz şeylər baş verir ki, indi sən siqaretə idi işte. Hə? Əli imkan ver də yaşayım. Podruqandan icazə alacam, görüm siqaret çəkmək olar bu evdə yoxsa yox. Göstərmə şey. İmkan ver də yaşayım. Nə olar? Kimin şəklini göstərmə sənə? Podruqanın uşağı. Bilirsən nə var? Al bu telefonu, gir. Kimlə istəyirsən bax yazışmalarıma. Mən bilmirəm sən orada nə yazışırsan, kimlə yazışırsan. Bax da, gir, bax, gör kimlə yazışıram. Gör kimlə yazışıram, gör nə qələtlər eləyirəm. Sən deməli, bir dəqiqə. Sən elə çıxır ki deməli, mən görürüm. Sənə deyirəm ki, mənə maraqlı. Paraları xərcləmişəm, nə namussuzlar eləmişəm. Bax da. Səsimi qaldırma üstümə! Küçük. Nə danışsan sən Kön? Sənə də salam Əli. Hə, salam, nədir o? Nə şəkildir? Mən də elə səndən onu soruşacaqdım. Sən niyə mənə gül göndərmisən ki? Mən sənə gül zad göndərməmişəm. Hardan almısan, apar qaytar da al. Necə yəni? Yəni sən mənə gül göndərməmisən? Yox, mən sənə gül zad göndərməmişəm də deyirəm. Hardan almısan, aparırsan, qaytarsan ora. Artıq qəbul eləmişəm. Qəbul eləmişsən, lap yaxşı da deyirəm ki, apar qaytar gülü.
Yəni sən mənim atam deyilsən, mənə deyəsən neyniyim, neynəmiyim. Könül, aparırsan o gülü tulluyursan. Bu dəqiqə qapını açsan, qoyursan çölə. Əli, mən o gülləri tullamayacağam, saxlayacağam. Gecən xeyrə qalsın. Gecən xeyrə yox, sən nə... Çay gətir oradan. İtin qabağına qoymursan, bunu? Adam kimi ver. Uy, Kamal, sənin... Başı xarabdır sənin, Kamal. Sən qoyunsan. Sən bunu eləyəndə haramla fikirləşirdin. Canıvazlar olub ki, bilmirsən nə olub? Hani özü gizliyə qoyum. İnternetdə lüt şəkillərin yayılıb. Göndərəndə baxda hansı cındıra göndərsən bunu. İndi linkin atıram, çox gözü var. Ədalət görmədim ki, görmədim. Dözdüm ərzülmə saadət görmədim ki, görmədim. Mən bu dünyada ədalət görmədim ki, görmədim. Dözdüm ərzülmə saadət görmədim. Allah yox, mənim sən nə xətirimədəydi? Deseydin dostuyuz da, hə? Denən, hə? Mən bilməmişəm bu belə bomba şey. Gətir bir şəkli bir göstər. Denən ki, necəyəm? Biz də baxaq qiymət verək. Dostlarım, zarafat deyirəm. Zarafat 36 ilim gedib, mən o gözəlliyi görməmişəm. Zarafat bir qırığı, yəni çox bomba şeymiş. Yəni mən də belə təsəvvür eləməzdim. İndi şəkli çəkib, göndərib qıza. Yəni qız baxıb şəkli, bilmirəm nə hissə keçirdi bu qız. Amma mən normal həyəcanlandırdı lan məni. Həyəcanlanarsan. Tərk etdi, məndən soğuqdu məndən. Allah bəs uğraş götürüb belə rakursdan çəkib ki, maraq yaransın da, baxan fikirləşsin ki, görən bunun aşağısında bilir nəyi. Rakurs qəşəng, rakurs çox qəşəng, bomba. Yəni problem sən nədir? İşıqda da deyəsən problem. İşıq problemi. Rəngində biraz problem var. Yəni biraz filtr versən, biraz rəngin biraz tarımtı eləsin, nə bilim. Bir də poza versin, belə əyilsin ölsən. Amma yox. Çox qəşəng şəkil çıxarır. Bizdən normal şeymiş ha. Yox, çəkə bilmirsən, çağır gələk çəkəkdir. Çağır dinlə ki, Allah bəs sürün də bilətdə. Allah. Zarafat yedir, Allah. Bir dəqiqə yanımda. Mən biabır olmuşam, başa düşmürsünüz? Nə zarafat yedir? Mən səninlə ciddi söhbət edirəm mən. Şəkilləri yayılmış adamsın. Hamı lüt şəklini görür, necə yəni zarafat deyil. Əzərsən, ciddi söhbət eləmək istəyirsən, eləyək. Konkret kimə göndərmisən şəkilləri? Nə fərqi var kimə göndərmişəm? Var da. Yox, nə fərqi var da? Sənin üçün nə fərqi var kimə göndərmişəm? Mən biabır olmuşam. Var da, adın çək. Yox, kimə göndərmisən denən. Adım bildin, neyniyəsən? Neyniyəcək? Bildin adın neyniyəsən? Milyon dənə şey eləmək olar, məzələnərsən. Tanış otel var. Danışacağım, aparıb kamera qoyacağım.
Aparacam bunu da otelə. Nə ağzı o gələn danışır? Qulaq as da, demirsən nə edəsən, söhbət edirəm. Aparacam bunu otelə, təmiz soyunduracam. Kamera orada, şəkillərini çəkəcəm, paylaşacam. Ola qatdıqsan sən, soyunduracam nədir? Ata sən soxçuya bir dəqiqə. Allah deyən Otel nədir? Ala sənə deyirəm soxçuya bir dəqiqə. Yox, nə tərəfə? Otel nədir? Nə danışırsan? Soyunduracam nədir? Sən bir tərəfini saxlayırsan, yəni ciddindir, seriozundur sənə. Yəni seriozluqda gələn işimizi bilək də biz. Dinlə. Seryoz deyil. Seryoz olsa mən onu ilk çəkilimi göndərərəm. Seriozun deyil. Yox. Onda beynimi yandır, uğraşdı beynim. Yəni seriozun deyil. Onda belə çıxır ki, sən bizə şey söhbət edirsən də, bu sənətinin adını çəkməyim də. Nə danışırsan? Başa düşmədin nə danışırsan? Nə ağzı o gələn danışırsan? Yox, demirsən ki... Yox, sənətin adını çəkim, sən saxla. Sənətin adını çəkim nədir? Demirsən ki, ciddi münasibətdə deyiləm. Belə çıxır ki, sən bizdən bu dəqiqə neysə, ağzımı açdırmadan. Açdı ağzı, nə danışırsan sən? Nə deməksən? Əldə bir savaş. Nə demək? Salmıram, nə deməksən? Sən saxla bir dəqiqə. Nə deyirsən? Nə deyirsən? Sözü bir də, nə deyirsən? Bilmirsən, söhbət edir. Nə Al, qırtqırken soğudun, onu böləcəksən. Ama zor qoydun ha. Qoyulmalı oğraşa qoyarlar da. Amma yaxşı eləmədin. Geri eləməzdin. Vallahi geri eləməzdin. Nəyə yaxşı eləmədim? Vurmazdın, nə olar? Sən nə edərdin mənim yerim olsaydı? Düz Kemal cındırlıq eləyib, amma ki, geri eləməzdin. Xox keçsin. Mən sənə gül göndərmişəm. İkinci dəfədir gül otur mənə ki. Könüldür. Başa düşürəm. Könüldür, gülün şəklini göndərim sənə. Könüldür. Hə, gül atıb da sənə. Mən göndərmişim da gülü. Başa düşürəm. Nəyə başa düşmürəm? Könül. Hə, Kemalın bacısı Könül. Sən niyə ona gül göndərirsən? Xiyarsan sən. Niyə yala? Necə niyə? Yala sən niyə Könülə gül göndərirsən? Amma Kemal sənə sındırlıq eləyir. Arvadı yoxdur ki, gəlib arvadından acığımıza çıxar, sındırlıq elimizi eləyək. Amma özündən çıxırıq da kişi kimi. Nəyə? Bax. Ay yox, özündən o kayfı vermir. Kayfı vermir nədir? Başın xarabdır. Bax, indi Könül mən gül göndərirəm, biraz danışıram, eləyirəm. O Könül də elə bilir ki, mən onun gizli fanatıyam. Yavaş, mən bundan... Üssüz də daha gizli fanat nədir? Allah kişi kimi çağırdıq sözümüzü. Allah yoxdur, aynı qulaq as da, bax. Danışacağım, biraz bağlanacaq mənə. Sonra atacam gedəcək. Sənin başın xarabdır, eləmə belə şey. Niyə eləməyim? Yaraşar sənə belə şey. Sən yaraşardı, Kemal sən bu hərəkət elədi. Yaxşı edirəm, mən bilirəm deyirəm, sən mənim işim qarışma. Eləmə, Könülə bu hərəkəti eləmə. Sən niyə Könül tərəfini qədər saxlayırsan? Könül, ala Könül, Kemalın bacısı Könül. Başa düşmə, eləmə də, yəni. Niyə? Ala, hər qardaşı cındırlıq edən qıza... Bax, Kemal sən oyun oynamadı. Oyun bir tərəfli olunmur ki. Onlar indi elədilər. Bilirsən də nə oynayırsan oynayanda. Gəlib özü poxa salmırsan ki, cəmaatı poxa salmırsan. Niyə poxa salmır? Mən bilirəm, sən narahat olmayın məndən. Amma necə bilirəm? Başın xarabdır sən. Amma özüm vəziyyətdən çıxaracağam. Bunu Könülə qarşı eləmə, qaqa. Amma özüm vəziyyətdən çıxaracağam. Gəl. Mən bilirəm nə edirəm, sən mənim işimə qarışma. Nəyi bilirəm, amma bəzələnirsən bacısının nə dəxli var? Özə bunu ötən narahat olmasan. Manyaqdır, ola deyir, eləmə də, deyirəm Könülə qarşı bu hərəkəti eləmə. Nəyi başa düşürsən? Çox yaxşı eləmişəm. Ardına gətirəcəm. Sən qarışma. Məni işdən qovdular. Eşitmirsən? Deyirəm, məni işdən qovdular. Niyə? Necə niyə? Bilmirsən niyə? Şəkilə görə deyirlər, belə adam bizdə işləyə bilməz. Kemal, mən eləmirəm. Kim eləyib bəs? Kim eləyib? Bilmirəm, kim eləyibsə yəqin ki, gizli nömrədə mənə yenə nə gizli nömrə nə edirsən sən? Yəni bilmirik də, həmin o adamdır ki, bilmirik onu bizə kim göndərir, kim bizi şantaj edir, kimdir bizim başımıza boyunları açar. Kemal, mən qorxdum, Kemal. Mən qorxdum. Nədən qorxursan? Nədən qorxursan? Biabır olmuşam, nə olsun? Nədən qorxursan? Başa düşdüm amma valla mən səni qorumaq üçün elədim. Belə qorumaq olur. Şəklimi yayıb qoyursan məni. Kemal, mən nə eləmişəmsə sənin üçün eləmişəm. Başqa heç nə fikirləşmə, nə olar? Mən sənin üçün eləmişəm. Nəyə mən üçün eləmişsən? Mənə biabır eləməyi mən üçün eləmişsən? Məcbur idim deyirəm, nə olar başa düşün. Nəyə məcbur idin? Səni qorumağa məcbur idim. Budur səni qorumağı, mənə belə qorumaq lazım deyil. Deyil, məcbur idim. Sən nətər 200 adamsan? 200-də? 200 istəyirsən. Mən 200 il indi eləmirəm, Kemal.
Mən 200 illik o vaxt səndən ərimə xəyanət eləyəndə eləmişəm mən. Sən kimi namussuzla, şərəfsizlə. Çay var. Ver. Get otur verəcəm. Nəyə götürüm? Otur deyirəm. Bəs nəsə var çayla içməyim? Hə, Sən hara girsin? heç ara. Və nə bəzərsin? Bəzəmirəm, hələ belə pudralaram. Elə belə evin içində niyə pudra var? Bu nədir? Başa qaldı günüm. Bu nədir? Narahat olma Əli, şkafa dəyib. Bizim evdə əl qaldıran şkaf zad var. Risk oldu da belə çəkəndə dəydi. Mən söhbət edirəm o şkafla. Nə söhbət, dəlisən sən, narahat olma. Yox, gəlirdim şkafla söhbət eləməyə. Başın qaçıb səni təmizləyəsən. Prosta kəllə atanda baxda haradırsan. Elə şkaflar var ki, onlara kəllə atmaq lazımdır. Yaxşı, get otur çay süzün. Tez edin. Get çay süz də. Elə bir Hindistan serialına baxıram. Get də. Nərgiz, nə oldu? Bir dənə çay istəmişdim. Hazır olmadı. Gətirirəm. Alo. Hə, hazırdır. Gəlirəm, hə. Çıxıram. Bir dənə çay üçün çıxıram. Harasa gedirsən? İcazə verirsən. Yox, prosto çay süzünmü deyə dedim. Süz də, çayını da xeyr. Gördün, qulaq asırdın danışığıma. Gördün nə dedim? Çay içim çıxıram. Siz kimsiz? Eşitmirsiniz, ama deyirəm kimsiz siz? Sən nə edirsən mənim kimliyimi? Qorxursan, hə? Qorxma, ha. Kişi deyilsən, hə? Hələ mən başlamamışam. Mənim heç kimə borcum yoxdur. Borcun yoxdur? Ha, bu qədər borcu yığmısan, ha? Qayıdırsan ki, mən heç kimə borcum yoxdur. Mən heç nə başa düşürəm, Hələ də başa düşmürsən heç nə? Gəl, bu bağla mən getdim. Əli, Nə danışsan ha sən? Əli qurban olaram bağışda, pox yemişəm, Əli. Əli kimdir? Sən niyə buradasan? Nə? Cəmaatın arvadına ilişmisən? Əli kimdir? Əlinin arvadına ilişmisən sən? Deməli, Əli də var. Nə qədər dedin? Nə qədər sayaq, siyahı tutar, gətirin bura. Nə qədər adamın arvadına ilişmisən sən? Bağışlayın. Bağışlayın. Yaxşı. Uşaqlar, bağışlayın mı? Bir yerdə tullayarım.
xoşun gəlir adamı əsəbləşdirməkdən. Sən niyə hər şeyə Eləmə. əsəbləşirsən? Əsəbləşirəm də. Mən deyirəm də, deyirəm göndərirəm. Sən deyilsən, ha? Hə. Bəs sən niyə qarışırsan? Göndərir də. Cavab ver. Kamal zəng gedir. Hə, Kamal. Qızlarla anam. Kofe içirik. Binti nə edirsən? Döyülmüsən? Kim döyüb? Nə olub? Yaxşı, sən dayan, mən gəlirəm. Yaxşı. Gəl də. Hara gəlmək? Gəl gedək də görmüsə Kamal döyüblər. Bildim, nə deyəsən? Deyəcəm ki, sən çağırmışam köməyə də. Gəl. Kamalın yankasıyam, elə bil Allah'ım bu. Biraz yavaş elə də bunu da. Yaxşı da, yaxşı. Gör nə günə qoyublar səni. Kim eləyib bunu? Bilmək istəmərsən kim eləyib. Bilmək istəyir də, niyə demirsən? Durduğun yerdə eləmi? Bəlkə nəsə qələt eləyib. Nə deyirsən, nə yenisi? Yaxşı da. Durduğun yerdə dedilər ki, giy də səni döyək. Dalaşmağın yeridir. Dalaşmağın yeri deyil, prosta danışanda da düz danışsın. Sən də ver onu, bura özüm eləyirəm. Çox hərəkətdir eləmə. Ana, yaxşı özümü kimə göstərsən? Çıxıram, gedirəm öz ailəvi işlərimizlə məşğul olum. Güllər hardadır? Heç görmədim. Alo Kamal, üzülürsən, səni narahat edirəm yenə, amma həqiqətən çox vacibdir. Kamal, mənə SMS gəlib yenə naməlum nömrədən. Nə nömrə? Bəlkə biləsən heç olmasa o diqqəti hardan istəyirsən. Əli, sən də öz həyatını yaşayırsan, mən də. Mən amma bilirəm də öz həyatımı necə yaşayıram. Sən mücərrəd bir yerlə yaşayırsan. Həyatdır bu, bilmədiyin alandan gül götürmək. Budur sənin qayğıya ehtiyacın? Bilmirəm nə edeyim, amma bir dənə problem var. Sən özü adam kimi aparmadın, yoxsa mən sənə deyəcəydim. Mən o pulu düzəltmişəm. Ya dəymə qızılların puluna. At kartını göndərim, apar ver, soxsunlar gözlərinə. Yaxşı, atıram indi kartı, yaxşı. Çox sağ ol Kamal. Sən mənə qarışa bilmərsən, mən özüm bilərəm nə yaşayıram, nə yaşamıram. Könül, mən sənə çox yaxşı qarşılayıram. Başa düşdün? Burax məni. Mən çox yaxşı bilirəm nə istəyirəm, nə yox. Amma bil ki, mən səni istəmirəm. Yaxşı, bax görərəm. Qardaşım, necəsən, nə edirsən? Heç nə də ilişib qalmışam qarda sürməyə çalışıram. Hələ bir-iki dənə işim var.
Pul götürdüm ha məndədir. Neynim bunu? Valla bu vaxt piyada keçər, qurban ol. Heç nəyi piyadadır. Görür ki, maşın sürükür özün artıq qarın altına. Onu bölürsən iki yerə, maşının altına da, hə, yaxşı. Onu bölürsən iki yerə, yarısını verirsən kimsəsiz uşaqlara, yarısını da ötürürsən içəri yaxşı qardaşlara. Qoy bu cındır mındıra qismət olunca qoy yaxşı adamlara, normal adamlara, ehtiyacı olanlara geçsin. Bəs onlara nə edəcəksən? Heç nə də deyəcəm pul gəlib çatmadı. Güya ki, indi göndərəcəklər mənə. Hə, bomba. Əla. Yaşay. Sən nə görürsən? Sözün var nəsə? Yox, heç nə. Denə. Yox, başım ağrıyır biraz. Başın ağrıyır burada, niyə deyəm gözləyirsən? Nə olub ki? Gözümə görə? Hə? Hə. Sən niyə soyuqsan? Bilmirəm, üşüyürəm biraz. Üşürsən? Sonra çay gətirim. Gözlə. Mən süzərəm. Ərim deyirəm, götürürəm nədə. Bəs mən nə gün alacağam? Hər hansı gün alacağam? Aç. Ged otur. Burada deyəmdə baş ağrısı keçir. Xəstə deyil. Ola. Mən ölməmişəm ki, mənim həyat yoldaşım üşüsün. Sən niyə üşümüsən ki? Çox sağ ol. Nə bilim, soyuq olub da yəqin. Ha tərəfdən gəldi o soyuqlar. Çay elə bir soyuqda axı. Eybi yoxdur. Xəstə olanda əsas odur ki, çoxlu maye qəbul edəsən. Yaxşı, sağ ol. Çox pissən, ölürsən. Elə ölümcülsənsə, gəl heç olmasa bir şəkil çəkdirək, sən öləndən sonra xatirə qalsın. Quzaqlaşaq çəkdirək. Doğrudan, bayaq görmüşəm, elə xoşuma gəldi, mən də elə şəkil istəyirəm. Nə şəkil? Deyir, belə bir şəkil. Bu nə şəkildir mənim evimdə çəkilib? Ben bu dünyada adalet görmedim ki görmedim. Dözdüm er sülmez saadet görmedim ki görmedim. Ben bu dünyada adalet görmedim ki görmedim. Dözdüm er. Ben sana xəyanət eləmək istəməmişəm. Nə demək istəmirsən? Göründüyü kimi deyil heç nə. Nətər göründüyü kimi deyil, yəni. Bu Kamaldır. Bu birisi də sənsən. Hə? Nətər göründüyü kimi deyil. Əslində Kamalın burnu balacadır, burada yekə düşüb, nə? Hə? Düzəltməmisiniz. Sən soldasan, o sağdadır əslində. Necə göründüyü kimi deyil? Ya bəlamısan sən məni. Hələ başa sala bilərəm. Başa sal. Şəkil yadında qaldı, yoxsa bir də göstər. Hı? Eli sen çok soğuk uydun mənə. Sen mənə heç qayğı diqqət göstərmirdin. Sən Allah. İşten gelirdin ancaq telefondaydın. Heç soruşmurdun ki necəyəm. Heç demirdin ki harasa gedə. Yəni çox soyuq uydun, bir sözlə boşluğa düşdüm. Həmin anda Kamal ondan istifadə elədi. Aha. Onda Kamalın reklamı çıxdı televizorda. Əgər sizdə evinizdə soyuqdursa, mən sizi isidə bilərəm. Nə? Nə? Hə? Evə gəlib telefonla oynayırdın? Hə? Mən evə gələndə məndən soruşurdun, acsan, yemək yemisən, yorulmusan yoxsa yorulmamısan? Hə? Soruşurdun? Hə? Özüm deməmiş paltarımı ütülüyürdün. İndi mən oldum günahkar burada. Bir qadın kim heç vaxt məni xoşbəxt eləməyə çalışmamısan. Həmişə mən çətinlik çəkmişəm. Hə, nə çətinlik çəkmisən sən? Ərim müharibədə idi, çörəksiz qalmışdın burada. Yoxsa nə? Fəhləli yeriyirdim, makyajıma pulumu çalışmırdı, ancaq çörəyi alıb gətirə bilirdim evə. Necə yəni qadın kimi? Yataqda səni qane eləməmişəm. Sus. Hə? Nə olub aramızda? Elə heç nə olmayıb, Allah haqqı heç nə olmayıb aramızda. Ancaq yazışmışıq, əli belə dəyməyib mənə. Ağzımı açdırma, əli dəyməyib. Göstər yazmalı. Səsim çatmır buralara. Göstər də yazışmamızı aç. Kamalla yazışmamızı göstər mənə. Darıxmışam sənin üçün.
Bunu Kamal yazmayıb, ha, bunu sən yazmısan. Niyə darıxmışdın ki? Hə? Niyə darıxmışdın? Aç bunu. Deyirəm, aç bunu. Kaş yanımda olardı. Nə? Necə olacaqdı yanında? Yanında var da bir tərəfində bir oğlan, sən bir tərəfində bir kişi. Hə? Necə yox? Gəl partladasın. Nədir bu öpüş? Hə? Mesaj yazanda yıxılmısan, dodağın dəyib pamadan çıxır. Hə? Mən səni itirmək istəmirəm. Sən özünü itirmirsən, ay bədbax. Necə yəni səni itirmək istəmirəm? Elə dəyişən heç nə yoxdur. Mən elə də səni çox sevirəm. Heç nə yoxdur, nəyə deyirsən? Nərgiz, heç nə yoxdur, nəyə deyirsən? Yazışmaq olar, amma cinsi əlaqə olmaz. Mən nəyəm, yarım peysərəm sənin üçün, nəyəm mən? Nə olursunuz, belə danışma, utanıram. Utanırsan? Utanırsan? Sən də utanan sifət var ki, ağlayırsan, gözündən su da gəlmir. Nədən utanırsan sən? Hə? Utanırsansa zəng elə gəlsin bir yerdə danışın. Utanmayasın, ikiniz bir yerdə çıxarsınız səhniyə, şov göstərərsiniz. Dəvə, götür telefonu zəng elə. Götür telefonu, Kamala zəng elə, dur. Nə olur, vurma. Mən sənə əl qaldırmışam, dur. Cavab verə, mən sənə əl qaldırmışam, hə? Mənə artist deyirsən vurma. Götür zəng elə. Mən stolu düzəldəcəm, indi qonağımız gələcək, möhtərəm. Burada səhnə düzəldəcəm, siz mənə şov göstərəcəksiniz, mən də baxacam. Götür zəng elə! Alo, Axşamınız xeyir, Kamil xanım. bəli, kim idi? Sizə çatdırılacaq bir bağlamamız var. Nə bağlaması? Hədiyyədir, həyətə çatıram, düşə bilərsiniz. Kim göndərib? Bilmirəm, mən sadəcə çatdırma xidmətiyəm. Baxın, mən heç kimdən hədiyyə gözləmirəm. Zəhmət olmasa onu geri götürün. Mən həyətinizdəyəm, xanım. Yaxşı. Gözləyirəm. Salam. Sizsiz? Salam, bəli. Bu sizə çatdırılmalı idi. Mən heç kimdən gül istəməmişəm, sağ olun. Xanım, bir dəqiqə gözləyin zəhmət olmasa. Mən sadəcə kuryerəm, bunu sizə çatdırmalıyam. Başa düşürəm, amma mən heç kimdən gül istəməmişəm axı. Bildim, neyə bilərəm mən? Mənə cərimədir bunu sizə verməsəm. Zəhmət olmasa gülü kimdən götürmüşsə ona da qaytarın. İndi necə eləyim? Gedim deyim ki, qız gül istəmədi. Elə də deyin. Yaxşı, necə məsləhətdir. Sağ olun. Sağ olun, xanım. Amma yaraşırsın, namusunda olmalı. Qəşəng sizdən bloger ciddi çıxar. O şəxsiyyətsiz ama. Denən sözlü adam olmuşsan. Ay biz elə belə mən yazmışıq da elə belə. Zamanatın arvadıyla elə belə yazışmışız. Yaxşı Kamal bəy, nə yazışmışız? Hə? Hə? Nə yazışmışsınız? Əli, mən izah elədim axı sənə, başa saldım necə olub söhbət. Bax, səni mənim soyuq davrandığın anlarda o yanımda oldu, o qayğı diqqət göstərdi. Aha. Yəni, mən yenə aldandım onun üstü münasibətinə. Sən bildikdə sən şeysən, safsan, sən allanırsan. Mən səninlə danışmıram. Kim kimə birinci yazdı? Mən halını soruşdum. Halını soruşdum. Niyə? Yaxşıdır, hə. Sən də yazdın, yaxşıyam. Hə? Yazmadın, nə yazmışdın ki? Hə? Yaxşı deyildim, həmin an sən mənə çox soyuq münasibət göstərirdin. Mən yaxşı deyildim. Mən sənə deyirəm ki, o vaxtı buna nə yazmışdın? Bax, bu var ya, bu. Hə? Bu. Buna nə yazmışdın? Hə, yaxşıyam, tutaq ki, yaxşıyam. Sonra Kamal. Yaxşıdır. Sonra nə yazdın? Neyinirsən, zat, hə? Əynində nə var yazmışsan, hə? Hı? Hə, Petuq. Yazmışsan? Əli, Qurandan da olsun. Sən ailə ekspertisən, sən nə girir bizim ailədə kim yaxşıdır, kim pisdir, hə? Mən səni niyə el gizmi verişində görməmişəm? Əli.
Ay hele Allah'ın da olsun. Kur'an'ın da olsun hiç ne olmuyor aramızda. Ne olar inan bak. Bütün səmimiyyətimlə lan dikirəm inan ne olar. Səmimiyyətinlə and içirsən. Sənin səmimiyyətini... Ay danış da, niyə soxmusan heç belə? Danış da, bu and işdir. Hə? Kısaca sizin vaxtınızı donduruq, sizin vaxtınız qutardı. Buyur. Kamal bəyə veririk sözü. 2 dəqiqə 8 saniyə vaxtı var. İndi biz biləcəyik, Kamal bəy də and içəcək, yoxsa kişi sözünə yana. Nə danışım, hə, dedi də. Nə olmağını istəyirsən, nə deməyimi istəyirsən? Dedi də, dedi, yəni... Nə olmağını istəyirəm. Hə? Mən gəlib cəmaatın arvadına eşitsən ki, Əli kiməsə patxod edir. Gəlib mənə nə çıxardarsan, indi özün bu hərəkət edirsən. Sənin adını nə qoymaydı? Hə? Yaxşı. O keçən dəfə deyəndə söhbət edirsən. Yaxşıdır. Bunun söhbətini edirsən mənə. Yaxşıdır. Hə? Buydu o. Buydu o. Hə? Hə? Əli. Mənim arvadımın tərəfini saxlayırdın mənə qarşı. Hə? Götür. Nə elə eşidirəm, buyur. Eşidirəm də səni. Yaxşıdır Əli. Söz qaldırırsan sən mənim üstümə. Danış, davay, danış, davay, xoşum gəldi, davay. Ya nə olmaqsın, nə eləmək istəyirsən? Əli mən hamiləyəm. Danış da sən. Ne olar uşağımıza yazırın gəlsin. Yalvarırım Elfi qanapulama. Ne olar bir qələt də eləmişik. Ne olar başıma dönün. Sənə lazımdır bu. Boşan getsin, heç kim sənə təkcə gözünə baxmayacaq. Əli mən hamiləyəm. Kamalın əli dəyməyibsə, Nərgizə bağışlayacağam mən də. Ay Kamal. Əsəli görüş vaxtıdır. Eşitən, hara? Eşitirəm, Nərgiz, nə istəyirsən yenə? Nə qədər ki əl aşağıdadır, mən sözümü deməliyəm sənə. Sən bu nə oyun da açmısan mənim başıma? Mən səndən hamiləyəm. Yalandan Əliyə dedim ki, uşaq ondandır. Yoxsa bizim ikimizi də öldürəcəkdi burada. Səndən hamiləyəm nədir? Necəyəm məndən hamiləsən? Kamal, bu uşaq sənindir. Başa düşürsən sənin. Əli mənə toxunur ki, heç bizim aramızda nə olub bitdiyini sən daha yaxşı bilirsən. Sənin uşağındır nədir? Nərgiz, sən mənim başıma nə oyun açırsan? Onsuz Əli məni öldürmək istəyir. Bundan sonra mən bilmirəm, nə edəcəm? Sən nə etmək istəyirsən? Nə danışırsan sən? Kamal, mən nə etməliydim, hə? Nə etməyimi gözləyirsən o vəziyyətdə? İkimizin də qalımızı tökəcəkdi. Mən çıxış yolum yox idi, başqa çıxış yolum yox idi. Yox, mən başa düşürəm. Variantdır, mənə variant gəlsən, hə? Uşağı mənim üstümə atmaq istəyirsən. Mən hardan bilim o uşaq kimin uşağıdır? Nə gic-gic danışırsan? Ağzına gələn niyə danışırsan? Mən kiməm sənin üçün? Sən yaxşı bilirsən ki, mən sənə görə həyatımı məhv elədim. Sən özünü elə aparırsan ki, bir bayaq o söhbətdə sən orada yox idin. Mənə bəsdir bu qədər. Başa düşürsən, mən bundan sonra yoxam. Bu uşaq söhbətində zadında yoxam. O uşaq o sən özün bilərsən. Mənə qatma, xahiş edirəm. Onda əgər sən bu işdən uzaqsansa, mən Əliyə hər şeyi danışacağam. Mən danışacağam, uşağın atası sənsən. Onda Əli ilə sən özün danışarsan. Danış,
Ged ürəyin nə hissi danış Əliyə. Əli biləndən sonra sənin iç üzünü ortaya çıxandan sonra mənə bıçaq dirəmişdi mənim boğazıma. O bıçaq sənə girəcək. Başa düşdün? Salam. Salam. Necəsən? Şükür. Sən necəsən? Mən də yaxşıyam. Nə olub? Gecə vaxtı. Peki xeyir olsun. Səninlə danışmaq istədiyim mövzular var. Bu dərəcədə vacib mövzulardır ki, gecə vaxtı evində oturmuşam. Hə də, danışmaq Kamal istədim. deyirdin, güllərə deyinir. Gecə evdən çıxanda deyirmidin? Bəsdir də, indi Kamalın yeridir. Bugün mənə yenə güllər gəlmişdi. Möhtəşəm. Əla, təbrik edirəm səni. Buna görə çıxartmısan evdən məni. Elə bax, mən o gülləri götürməmişəm. Geri qaytardım. Halaldır. Bu vətən səndən qürur duyur. Əli. Nə? Bax, mən çox fikirləşdim. Qərar verdim. Yaş gedir, ömür gedir. Yadında sən mənə demişdin, Nərgizlə boşansan mənlə evlənərsən. Bax, mən onu fikirləşdim. İndi səninlə evlənmək istəyirəm. Yəni razıyam. Sevinmədin? Yox, sevindim. Niyə onda belə reaksiya verirsən? Bir sevinən oxşamırsan. Yox, bundan artıq necə sevindim? Həyatında hər şey tərs gedən bir adama gecə vaxtı gəlib xoş xəbər verirlər. Evet. Necə reaksiya gözləyirsən? Tullanı düşün. Yox, yox. Yox, zarafatsız. Bəsdir də. Gecə vaxtı zarafatın yeridir. Bax, mən səndən çox ciddiyəm. Açıq danışacağam səninlə. Mən səni gələcək həyatımda istəyirəm. Əgər bir yerdə olacaqsa, məni aldatma. Mənə heç vaxt yalan danışma. Mən kimisə aldatdığımı görmüsən. Yox. Səni də aldatmaram. Yaxşı. Qucaqlaşaq. Davay danış da oğlum. Kukla kimi üzvə baxmağa gəlmişəm elə. Vid faslının olsa deyəsən dəyər yarı. Əli, səni gözləyirəm. Çağırmışdım evə. Hansını? Kamal deyirsən, hə? Hə. Aha. Qoydum qabağıma, işte, ikisini də 30 vurdum. Dedim danışın. Nə danışacaq bu şey? Bilmirəm, nə danışarlar o vəziyyətdə. Eləyən o, poxu yeyən də deməz ki, onsuz da eləyirəm. And işlər, andaman elədilər ki, yazışmışıq. Aramızda işte onu. Qurana zıdan işte. Sən də inandın. İnandığın söhbəti də öyle. Adamın boğazına bıçaq dirəmişdim. Yəni, yalan danışası da vəziyyət deyil. Amma... Bıçağını qala, xəstə sənsən. Özünün o gün deyirsən ki, Allah getdim, Samir deyən də elədi. sağ ol, Samir vaxtıdır, gözlə sözümü deyim də. Hə, danış da. Yadımdan çıxdı nədir? Boğazına bıçaq dirəyən adam yalan danışmaz da, amma bu o qədər... Amma nə bilim, cəmaatın arvadına girişən adam da, nə bilim, o vəziyyətdə də... Profesional zındırdı da. O danış da ürəyim çəkildi, tez elə. Aşağı. Mən ata olacam. Məzələn sənsən. Nəzərənməm, yox, nəyə gizanlıdır. Neyəcəksən indi? Vəziyyət get-gedə qarışır abi. Amma neyniyəcəm? Biz neçə ildir uşaq əsrətindəyik. Bax hələ bax. Bir qardaş kimi deyəm, bax sən neynəsən, bax. Nə qərar versən, mən həmişə sənin yanındayım.
bir dost kimi, qardaş kimi həmişə arxamdayam. Nə qərar verim səncə? Peysər çıxım götürüm bunu özümə ki, prosta yazışır. Yoxsa nə edeyim, soxum gedim içəri. O kimi özün bilərsən. Boşanım yoxsa kayf eləsinlər ikisini. Sən səhv də eləsən, düz də eləsən, hər qərarın arxasındayım. Amma mən deyirəm, bilmirəm də nə etmək lazımdır. Mən də bilmirəm, o vəziyyət keşkədə çətinləşib. Pox-poxa qarşı be. Başqa nə olmuş? Bir də bu könüll də. Nə saxlar var. Könül məsələsini danışmır. Bax. Çox başqa deyir könül məsələsi. Amma mən buna gül göndərmirdim əvvəl. Gül göndərdim. Yox, bir nə deyəm də Allah, mən də sözümü qurtarımda sən can. Sən bir eşit də mən sənə nə demək istəyirəm. Sən lazım deyil, o könül məsələsini sən danışma. Könül məsələsini mən danışıram. Bax, mən buna gül göndərdim, elib. Başqa şey deyirəm də, qoy bir dənə ağzıma. Diyan da, bir dəqiq diyan da. Diyanmışam. İndi imkan ver mən danışım. Bax, könül gül göndərirdim, eləyirdim. Əvvəllə qisas almaq üçün fikirləşirdim də. Valla üçün gedib beynimə hoppa ola bilir. Kim olur? Könül ola bildim beynimə hopub. Yəni bütün günahımı fikirləşirəm. Beynimə hopub nə demək? Bütün günahımı fikirləşirəm, nə deyirəm? Vurulmuşam ya qıza, deyəsən. Bizə normal vurulmuşam ona. Bu nə? Bax, bir dəqiqə deyəm. Yolunda bir dəqiqə ağzım, mumla bir dəqiqə söz. Bayaqki söhbətdə mən sənə nə dedim? Deməli, nə qərar versən, hansı vəziyyətdə, nə edirsən elə, mən həmişə arxamda dayanmışam, yanında dayanmışam, bütün qərarları hörmət edirəm deməli. Sağ ol. İndi canın çıxacaq, eynisini sən mənə eləyəcəksən. Nə edəcəm? Mən könülə demirəm ki, könüldə vurulmuşam. Gecən könülə açılacağam, danışacağam hər şeyi, deyəcəm səndən xoşum gəlir. Sən də mənə dəstək eləyəcəksən. Bu gün sənin borcundur. Olar mən də sözümü deyim. Danışdım, qurtardım. Hə, danışdım, qurtardım. Olar indi mən də sözüm. Yox, mən söhbəti bağla. Yəni könüldən danışsansa bağla. Yəni başqa şey eləsənsə, pajalost. Get nə pox yeyirsən. Sağ ol. Yanındayım. Sağ ol. Eləyəcəm. Özün kömək ol. Çox söz etmədim ki. Yox. Sən axşam məni niyə çağırmısan ki, nə olub? Sənə bir şey deməliyəm. Nə deməlisən? Güllərini qəbul eləmədim. Nə güllər? Sənə güllər mən göndərirdim də. Niyə? Çünki sənə yaxın olmaq istəmişdim. Sən dəlisən? Dostumun bacısı ilə nə fikirləşirdin ki sən? Bu nə hərəkətdir, başa düşmürəm. Könül, mən səndən xoşum gəlir. Mən sənin haqqında ciddi fikirləşirəm. Rəşad, sən axmaqsan? Ya məni axmaq yerinə qoymusan? Nə danışırsan ha? Niyə? Nə olub ki? Mənim sevdiyim var, göyə bilmirsən kimdir? Kim? Ona gedib ən yaxın dostundan soruşarsan. Özdə mənə evlənmə təklif edib. Mənim yaxın dostum Əlidir. Əli də evlidir. Yoldaşı tezə hamilədir. Əli də boşanmağa fikirləşmir ki, gəlir kiminləsə ailə qursun. Sən dəqiq əldən danışırsan? Dəqiq dayan. Yoldaşı hamilədir? Ha. Nərgiz hamilədir. Nərgiz hamilədir. Nərgiz kimdən hamilədir ki? Necə kimdən hamilədir? Kimdən hamilə olacaq? Ərindən hamilədir. Nə gizli danışırsan, sən? Ağzıma gələni danışmıram. Kamerada gördüyümü deyirəm. Nəyi görmüsən kamerada? Mən evdə olmayanda Nərgizin bizim evə gəldiyini görmüşəm də. Kamal'la bir yerdə olublar. Başa düşmədim. Deməli, Kamal'la Nərgiz münasibətdə olub və sən bunu bilirdin. Bilmirdim, şübhələnirdim. Amma indi dəqiq bilirəm. Əli divanda yatırsa, Nərgiz kimdən hamilə olmalıdır ki? Kamal'dan olacaq da. Ki, bilsən nə var? Nərgiz fahişədir. Kamal da oğraşın biridir. Sənin də ondan geri qalan yanın yoxdur ki. Dostumun bacısına göz dikmirsən də. Sən dost qədri bilən zibil deyilsən. Deməli, sən Əli ilə... Bu nə səmtə barbara çəkirsiz burada,
Mən bilmirəm, hə könül. Mən bilmirəm dost qədrini. Bilmirsən də, bilmirsən. Mən səni də göstərəcəm. Sənin o qardaşın Kemalı göstərəcəm ki, Göstərərsən. görün, əsl dost qədri necə olur. Görərsiniz. Yaxşı görərəm. Hazır olun. Nə sən ki, bu sən. Danışma, da danışma. Salam əleykum. Başın xarabdır, nə edirsən, hə? Hə. Bilmirsən nə edirəm? Nəysən, o Rəşad? Ha, sən nə edirsən ya? Sən nə Qışqırma edirsən? camaat ol, nə olur? Ha, mən göstəriş vermə. Mən bilirəm səsimin tonunu nə edirəm. Hə, özü elə aparsan ki, mən baxmırsan ki, mən nə bilirəm, nə bilmirəm. Sakit ol, başa düşsən. Ha, mən göstəriş vermə, əli sal aşağı. Sakit ol deyirəm, hə? Ha, sən evli olacaq könüllü evlilik təklif eləmisən? Sakit ol bir dənə. Camaat var. Sakit ol. Əlini Hə, sakitəm mən, sən sözü dinə. Əlini çək. Hə, danış. Rəşad. Bilirsən ki, sən o əlini qatlayaram. Soxaram bir yerivə də, bir dənə sakit ol. Könüldür sənin məsələn? Hə, könüldür. Könüldür. Hə, könüldür. Bayaq danışacaqdım da, qoydun ki. Ha, nə vaxt danışacaqdın? Nə vaxt danışacaqdın? Hə, nə vaxt danışacaqdın? Eləmə də, bu gigici hərəkətləri eləmə də. Hə, könül mən sındırına atar danışacaqdın, yoxsa Qulaq as. özüm hər şey biləndən sonra danışacaqdın? Qulaq as bir dənə, qulaq as. Hə, danış, qulaq asıram Sakit ol. sənə. Bayaq kafedə könlünün adını çəkdim. Sırası qızışdın ki, sevirəm, nə bilim, nə edirəm. Mən könüllə təklifi bu Kamal məsələsini biləndən sonra eləmişəm. Hı. Qıcamadı işi və əsəbləşirəm. Onda hər şey başqa cür idi. Mən bilmirdim Nərgiz hamilədir. Aa, dünyada xəbərin yoxdur ya. Pox qoyub ağızlayırsan nə ya? Xəbərin yox deyirsən heç nədən. Kim pox qoyub, yavaş danış. Asıblar ağızlayırsan nə? Nə danışırsan, yavaş danış. Kim pox qoyub mənim ağzıma? Rəşad, nə danışırsan? Ay, heç nədən xəbərin yoxdur. Yatmısan sən fil qulağında. Ay, nə danışırsan, nə gülürsən? Hayda. Mən sənə dərdimi danışıram. Deyirəm ki, bilmirdim onda Nərgiz hamilədir. Bu da sonradan gəldi ki, mən qəbul edirəm. İndi mən poxdayam, bilmirəm bu poxdan necə çıxmaq lazımdır. Aa, mən çıxartdım sənin vəziyyətdən. Başa düşdün ha? Sən bu vəziyyətdən mən çıxardacağam səni. Sal əli aşağı. Sal deyirəm əli aşağı. Mənim vəziyyətdən çıxar. Sənə deyirəm ki, adam kimi vəziyyət budur. Hə. Yaxşı dost olsaydın qulaq asardın. İndi mən bilmirəm burdan necə çıxmaq lazımdır. Sən heç nəyə qarışma. Mən səni özüm vəziyyətdən çıxardacağam. Kim sıçıb mənim ağzıma, nə danışırsan sonra? Belə heç nədən xəbərin yox deyə bilər. Heç nədən xəbərin yoxsa. Hə, könül. Sən də divanda yatırsan, düzdür? Nə? Deyirəm ki, divanda yatırsan da, hə? Hə, divanda yatıram, nə olur ki? Onda Nərgiz kimlə namilədir? Kravatdan? Könül, nə söhbətdir bu sən eləyirsən? Sən nə fikirləşirdin? Həmişə hamıya yalan danışıb özünü doğrulda biləcəyini, hamını aldada biləcəyini, yəni. Özün dedin axı divanda yatırsan. Bəs Nərgiz hamilədir? Könül, gözlə səni yığıram. Nədir? Arvadın yanında da danışa bilirsən. Yığıram səni, Könül. Sən alçağın bir... Rəşad, bıçaq zat, nədir? Sən neynirsən? Nə olub sənə? Nə olub Kamal, hə? Nə olub? Aa, mən sənin dostun bilirdim. Aa, sən cındırın biriymişsən. Aa, mən sənin kimi daha dostum yoxdur. Oğlum, bir də salas. Aa, nə danışsan sən? Getmişsən Nərgizə hamilə qoymusan, sən arsa-arsa danışsan ki, heç nə xəbərim yoxdur. Heç nə eləməmsən sən. Sən... Aa, nə mən salmısan? Nə mən salmısan? Sal aşağı, sakit. Aa, nə deyirsən? Söz dinə. Hə, nədir? Hə, dinə. Nə deyim, mən sənə... Aa, mən sənə deyəcəm nə? Mən sənə deyəcəm nə dinə? Mən sənə deyəcəm nə dinə? Bu dəqiqə bax Kamal, bu dəqiqə gəlsən əlin yanına. Bu dəqiqə gəlsən əlin yanına hər şey etiraf edirsən. Nəyə etiraf edəcəm? Deyirsən ki, uşaq məndəndir. Deyirsən ki, Nərgizi mən hamilə qoymuşam. Bax Kamal, bu gün bu iş qurtarmaz ha. Bu gün gəlib hər şey ələ etməsən. Gəlib səni tapacağam Kamal. Vallahi gəlib səni tapacağam. Sənin üçün yaxşı qurtarmayacaq vallahi. Necə gedim deyim? Sənin başın xarab oldu. Sən dəlisən. Hamilə qoyanda yaxşı idi. O onda asan idi, hə, demək eləmək. Necə gələmsən, hər şey var. Hər şey boynuma alırsan deyirsən. Gəlsən hamısını əlgə deyirsən. Kamal, özün bu dəqiqə gəlsən hamısını əlgə etiraf edirsən. Bu dəqiqə gəlsən hamısını əlgə danışırsan. Başa düşdün? Başa düşdüm. Sakitləş, başa düşdüm. Götür telefonu yığ əlgə çağır gəlsin bura. Eşidirəm səni, Könül. Əlim, o uşaq kimdəndir? Necə yəni uşaq kimdəndir? Nə ağzıva gələni danışırsan sən? Bilmirəm Əli. Mən evdə olmayanda kameradan görmüşəm ki, bizə gəlib gedir.
Kimsizə gəl gedir, nə danışırsan, nə əsəblərimdən olursan. Sən mənə de. Mən də sənə yalan danışıram. Yalan danışırsan, ümumiyyətlə başa düşmürəm nə danışırsan. Hardan çıxdı bu söhbət? Nə demək istəyirsən? Mən heç nə demirəm sənə, Əli. Burası soruşuram da. Nə soruşursan da, de görüm, nə soruşursan, başa düşmürəm axı. Sənin ağlına nə gəldi ki, belə əsəbləşdin? Ha, əsəbləşərəm də, zəng edirsən, söz deyirsən, demirsən nə, bilmirəm, nə söz atırsan, susursan, dilini soxursan qarnıva, denən, sözümü denən. Sən mənə deyirsən ki, danışma. Amma özün də çox yaxşı bilirsən ki, mən düz deyirəm də. Ha, nəyi düz deyirsən, nəyi düz deyirsən özümdən çıxarırsan, denən də, bu poxu. O gün mənim üzümə baxıb sənlə evlənərəm deyən adam, indi arvadının namusunu qoruya-qoruya divanda yatır, hə? Sənə Allah rəhmət eləsin, Əli. Nə deyirsən? Götür telefonu. Götür telefonu, bu dəqiqə yığ əlini. Götür, yığ əlini, gəlsin bura. Gözləyirəm. Tez elə. Yığıram da bir dəqiqə deyəm. Sağa aşağı sıx yığıram. Gözləyirəm. Əli, sənsən. Bu nə də? Görmüsən də. Siz dostsuz, siz bir-birinizə bıçaq çıxarsınız, başınız xarab. Əli, sən Allah yetirdir. Niyə ala? Niyə elədin? Belə lazım idi. Ben bu dünyada adalet görmedim ki görmedim. Dözdüm her zulme saadet görmedim ki görmedim. Ben bu dünyada adalet görmedim ki görmedim. Dözdüm her zulme saadet görmedim ki görmedim. Hər gün daha çox tarıma çəkilir həyat bağlarım. Çətinə düşməmiş görünmür heç kimin üç üzü və daha çox dəyər.